Salam dostlar, bildiğiniz kimi Qarabağ öz evində Ajax-a məğlub oldu Çempionlar Liqasının liqa mərhələsində və bundan sonra başladılar Qurban Qurbanov pisləməyə. Qurban Qurbanov səhv elədi, nə bilim Qurban Qurbanov əvəz etmələrdə səhv elədi, Nərimanı oyuna buraxmaqda səhv elədi, Nəriman oyuncu deyil, filankəs oyuncu deyil, Qurban Qurbanov bilmir nə danışır, başladılar Qurbanı pisləməyə. Halbuki həmin insanlar deyirdilər ki, Qurban Qurbanova heykəl qoymaq lazımdır. Benfica-nın qələbədən sonra, Chelsea-nin heçəçədən sonra nə oldu, nə dəyişdi? Həmin Qurban Qurbanovdur da. Bu günləri komandanın çiyinlərində daşıyır. Bu günləri Azərbaycan futbolunu, ölmüş Azərbaycan futbolunu çiyinlərində daşıyır. İndi niyə başlamısınız hamınız tənqid eləməyə? Güya ki, Qarabağ ayaq udmağa məcbur idi, borclu idi. Ay qardaş, Qarabağ başından çox hündürə tullanıb. Bu günləri Qurban Qurbanovu tənqid etməyə belə sizin haqqınız yoxdur. O insanlar deyirlər ki, bir dəfə ki, Çempionlar Liqasının mərhələsinə çıxaq. Bizim için Çempionlar Liqasına çıxmaq bir xəyaldır. İndi nə oldu? Siz başlamışsınız Qurban Qurbanov pisləməyə. Ay Qurbanov səhv eləyir, əvəz etmələrdə səhv elədi, filan taktikada səhv elədi. Hamı peşəkar olub, hamı futboldan anlayışı olan olub, hamı başlayıb o baş məşqçiliyə, taktikadan danışır, nə bilim əvəz etmədən danışır, nə bilim Nərimandan danışır, filan kəsdən danışır. Qardaş, niyə baltalıyorsunuz Nərimanı? Niyə baltalıyorsunuz digər futbolçuları? Bunun bacardığı bundan ibarətdir də. Bundan nə gözləyirsiniz? Bu günləri bu gedib hansısa bir Haaland olacaq, nə bilim Ronaldo olacaq, Messi olacaq. Qardaş, bunun bacardığı budur da. Bunu da inkişaf etdirməkdən ötürü də əlləşirlər. Qurban Qurbanov da əlləşir, Elçin Rəhmanov da əlləşir. Bu gün Qurban Qurbanovu tənqid edən insanlara səslənirəm ki, nə oldu? Bir neçə həftə bundan qabaq Qurban Qurbanov üçün heykəl qoyurdunuz. Qurban Qurbanov bir nömrəli baş məşqçi idi, əla idi, sistemi var idi, nə bilim super məşqçi idi. Nə oldu? Nə dəyişdi, hə? Mövqeyiniz necə dəyişdi bir məğlubiyyətə görə, hə? Necə dəyişdi siz Qurban Qurbanovu elədiniz adi məşqçi, Qurban Qurbanovu az qala istifaya göndərəsiniz? Qardaş, bu nədir? Bu nə yanaşmadır? Siz uğur ümumiyyətlə azarkeşisiniz, hə? Siz uğur azarkeşisiniz. Siz ümumiyyətlə bu günləri çətin günündə də azarkeşlik eləməlisiniz, dəstəkləməlisiniz. Yoxsa ki, elə bir məğlubiyyət uduzdu, Qurban Qurbanov getməlidir, Qurban Qurbanov burada səhv elədi, Qurban Qurbanov əvəz etmələrdə səhv elədi, taktik gedişlərdə səhv elədi, ay Nərimanı buraxdı, ay Attayı belə elədi. Bəs sürün də qardaşlar, hamı ekspert olub, hamı futbol eksperti olub. Qurbandan yaxşı biləcəksizsə gəlin komanda götürün eləyin də. Bu günləri 7 xal yığıbsa Qarabağ, valla sevinməlisiniz. Komandalar var ki, Çempionlar Liqasının liqa mərhələsinə belə çıxa bilir. Azərbaycan futbolu bərbad gündədir. Bu gün komandaların biri Çempionlar Liqasına çıxıbsa, siz sevinməlisiniz bu ada. Nə bilim, valla bu insanları mən hərdən başa düşə bilmirəm də. Qurban Qurbanov haqda elə insanlar danışır ki, bütün sənətin nümayəndələri danışdı Qurban Qurbanov haqda. Halbuki onlar bir neçə tur bundan qabaq Qurban Qurbanovu göyün 7-ci qatına qaldırmışlar və deyirdilər Qurban super baş məşqçidir. Nə oldu? Nə dəyişdi? Bir məğlubiyyətə görə deməli siz uğur azarkeşisiniz də siz. Deməli ki, siz Qurban Qurbanov və Qarabağın azarkeşi deyilsiniz.